Allah hikməti istəyənə verər. O ayənin oxunuşunda da iki fərqli izah mümkündür. Allah hikməti istədiyinə verər və ya istəyənə verər. Hər ikisi də bir-birini dəstəkləyir əslində. Yəni siz hikmətə çatmaq üçün əvvəlcə ona talib olmalısınız. Hikmət sözünün bir mənası da yüyəndir, cilovlamaqdır. Atı niyə cilovlayır? Sürətlənməsin, öz istədiyi istiqamətə getməsin. Hikmət yoldan çıxmasın. Ağlın da özünün cilova ehtiyacı var. Çünki ağıl da sərbəst buraxıldığı zaman, kifayət qədər sərbəst buraxıldığı zaman yanlış nəticələr gətirib çıxara bilər. Hikmətə yaxınlaşmadan əxlaqlı olmaq mümkün deyil. Məsələn, Konfutsuda bir ifadə var idi, mən onu tez-tez xatırlayıram. Deyir, əgər birisi valideynlərinin xidmətində qüsursuzdursa, imperatora xidmətdə canını fəda etməyə hazırdırsa, mənə desələr də ki, o savadsızdır, mən onu əsəl alim adlandırıram. Əgər bir əməli şuurlu şəkildə edirsinizsə, bu əxlaq adlandırılır. Şuurlu şəkildə edilməyən bir əməl, şuurlu həm də istək. Bəli. İstək də ancaq belə sevdiyim bir şey olar da, gözəl şəkildə qalır. Yəni, bir insanın adi bir şəkildə məcbur qalaraq qaydalara riayət etməsi, qanunlara riayət etməsi əxlaq göstəricisi deyil. O qəşəng məcbur sözü yaxşı toxundunuz. O dində məcburiyyət yoxdur. Bəli. Yəni ki, qəlb fəth olunmalıdır, o mənalara yerinə yetirməlidir. Zorla namaz qılan adam məsəl üçün müsəlman olmayacaq ki. Xoş gördük, əziz Amin izləyiciləri. Yenə görüşünüzə gəlmişik. Studiyamızdakı qonağımız Fəlsəfə üzrə fəlsəfə doktoru, İlahiyyat İnstitutu müəllimi Kövsər Tağıyevdir. Həmçinin Kövsər Tağıyev mənim kolleqamdır və Mədəniyyət TV kanalında Haqqın Dərgahı verilişinin aparıcısıdır. Xoş gəlmişsiniz Kövsər. Xoş gördük müəllim, çox sağ olun. Kövsər müəllim, hikmət barədə istəyirəm danışaq. Bu sadə anlayış deyil əslində. Məsələn, Quranda tez-tez adı çəkilir ki, kimə ki hikmət vermişik, ona ən böyük nemət vermişik. Müasir insanların ağlında elm anlayışı var ki, məsələn, bu məlumatdır, məlumatın bilinməsidir, ən əsas cəhətlərində tanınmasıdır. Amma hikmət hər halda bu deyil. Ona görə də insanlarda da çox qarışıqlıq var. Məsələn, bəzən onlara hikmət danışırsa, onlar deyir, bu elmdir. Elə isə hikmətlə elm arasında fərqi, definisiyanı elmi dildə desək, siz necə verərsiniz? Müşfiq müəllim, çox ağır bir mövzudur əslində mövzu. Ona görə sizi dəvət eləmişik. Fəlsəfədə siz də çox gözəl bilirsiniz. Bəzi məfhumlar var ki, varlıq məfhumu. Varlıq məfhumu deyilir, o qədər açıqdır ki, ona tərif vermək mümkün deyil, hətta o qədər. Hikmət məsələsi də həm bir tərəfdən açıq, həm də qapalı, özü-özlüyündə qapalı mərtəbələri olan bir məfhumdur. Bu baxımdan həddindən artıq çox tərif verilir. Yəni, hikmət nədir deyəndə o dediyiniz fikir fərqləri oradan yaranır. Elmdirmi, vəhbi bir qazançdırmı, insanın özünün qazandığı kitablardan əldə olunan bilikdirmi? Obyektivdirmi? Obyektivdirmi, deyilmi? Yəni, ölçülə bilən bir mahiyyəti varmı? Doğrulana biləndirmi? Doğrulana biləndirmi? Təsdiqini tapa bilərmi? Yanlış elm olmağın müasir fəlsəfədə əsas təriflərindən biri budur. Yəni, bir şeyin doğru ola bilməsi üçün onun yanlışlanabilir olmasıdır. Verifikasiyası deyirlər. Siz bunu yanlışlaya bilirsinizsə əgər, bu doğru, bu elmi bir faktdır, sözdür. Hikmət biraz fərqlidir. Hikmətin bu mənada doğrulamaq və ya yanlışlamaq mümkün deyil. Bu baxımdan çox tərif verilib əslində hikmətə. İslam inancı içərisində, etiqadı, teologiyası içərisində dərin yer tutur, geniş yer tutur. Amma sadəcə İslamdan ortaya çıxmış bir şey deyil. Təbii. Yəni, İslam mütəfəkkirləri İslamdan əvvəldə, bütün mədəniyyətlərdə insanın düşünməyə başladığı, təfəkkür etməyə başladığı vaxtdan etibarən hikmətin mövcud olduğunu deyirlər. Zaten fəlsəfə də hikməti sevmək deməkdir. Fəlsəfə də əslində hikməti sevməkdir. Bəli, o da bir hikmət, Sofya dediyimiz şey əslində hikmətdir. Məhz bu mənası etibarilə bəzən İslam ənənəsində filosoflara da həkim deyilib.
filosoflara ümumi mənada hükəma deyilib. Hükəma deyəndə Yunan filosofları nəzərdə tutulurdu. Bu baxımdan həkim adlandırılıb onlar. Bizim dildə istifadə olunan biz həkimi bəlkə də müəyyən bir təbib mənasında, dar mənada istifadə edirik, amma klassik ənənədə həkim tibbdən daha çox, yəni tibbin sərhədlərini aşan ki, o dövrdə əlbəttə ki, fəlsəfə ilə məşğul olanların, filosofların əsas fəaliyyət sahələrindən biri tibb idi. O sahələr ayrıla həkimliyə sadəcə tibblə məşğul olmaq qalıbdı. Buna görə bəlkə də biz buna həkim deyirik. Əslində siz dediniz, ağlıma gəldi ki, bir mənada hikmət elə adamın qəlbini müalicə eləyən bilikdir. Bəli. Bir var, bilik, informasiya versən, halın artır, bəlkə yaddaşın artır. Amma burada elə bir xarakterdə informasiyadır ki, o bəzən dastanlar vasitəsilə verirdi. Məsələn, Homerin hikməti. Bəli, bəli. O adamı müalicə eləyirdi. Bu fikir çox yayılıb ki, Homer Yunanları elə müalicə elədi ki, sanki axar qanları durdu və güc toplayıb dünyanın üstünə getdilər. Yəni o İlyada və Odiseyadan sonra Makedoniyalı İskəndərsində elə Axilles obrazının həyata gəlməsidir, düşdü dünyanın canına. Yəni bir milləti müalicə eləyə bilər. Mən sizə hikmətin etimologiyasına istəyirəm bir çox gözəl olar, çox gözəl olar. Adətən dini ədəbiyyatda, fəlsəfə ədəbiyyatda onun termin mənası bizim qarşımıza çıxır. Amma kəlmənin biraz kökünə gedib baxanda hikmət sözünün bir mənası da yüyəndir, cilovlamaqdır. Atı cilovladığımız kimi əslində hikmət də insanın yanlış yola düşməkdən, atı niyə cilovluyuruq? Sürətlənməsin, öz istədiyi istiqamətə getməsin. Hikmət yoldan çıxmasın. Hikmət də bir baxıma nəfsin o qəzəb qüvvələrini, nəfsin şəhvani hisslərini cilovlayan, ağlı cilovlayan, ağlın da özünün cilova ehtiyacı var. Çünki ağıl da sərbəst buraxıldığı zaman, kifayət qədər sərbəst buraxıldığı zaman yanlış nəticələr gətirib çıxara bilər. İslam ənənəsi hikməti niyə bu qədər əhəmiyyətli görür? Siz Allahın verdiyi ağlı hər sahədə istifadə edə bilərsiniz. Amma bu ağıl sizi yaradandan uzaqlaşdırırsa, bu hikmət deyil. Artıq o hikmətin çərçivəsindən çıxmış olursunuz. Nə gözəl. Bu baxımdan o hakəmə feili ilə ifadə olunur. Yəni ağlını işlədəcəksən, sadəcə mətnə bağlı qalmayacaqsan, buyurulan ənənənin, verilən əmrlərin zahirinə bağlı qalmayacaqsan, ağılla, təfəkkürlə yaradanın kainatdakı təzahürlərini kəşf etməyə çalışacaqsan. Mənasına varacaqsan. Mənasına varacaqsan. Bu təqdirdə həkim ola bilir insan. Bu təqdirdə hikmət dərəcəsinə çata bilir. Hikmət bu mənada quru dindarlıqdan çox-çox irəli bir məsələdir. Yəni Allah Quran-ı Kərimdə çox yerdə insanı düşünməyə sövq edir, təfəkkür etməyə sövq edir. Quru dindarlıq çox qatı dindarlıqdır və nə hərfə riayət etmək. Hərfi mənada anlamaq hər şeyi. Hərfi mənada anlamaqdır. Bu mənada belə bir dindarlığın insanın dindən məqsəd nədir? İnsanın kamilləşməsidir. Nəfsin kamilləşməsidir, kamillik yoluna getməsidir. Onun yolu yoxdur ki, oraya getməyə. Hikmət onu dərk edərək o həyatı yaşamağa sövq edir. Bu baxımdan Peyğəmbərin duaları var. Bəzi sahabələrə hikməti dua etməsi var. Quran-ı Kərimin sizə az öncə girişdə qeyd elədiyiniz hikmətlə bağlı bəlkə də ən diqqət çəkən ayələrdən biridir. Allah hikməti istəyənə verər. O ayənin oxunuşunda da iki fərqli izah mümkündür. Allah hikməti istədiyinə verər və ya istəyənə verər. Hər ikisi də bir-birini dəstəkləyir əslində. Yəni siz hikmətə çatmaq üçün əvvəlcə ona talib olmalısınız. Siz məsələlərin iç üzünü görməyə, həyatın mənasını, yaradılışın mənasını, insanın özünün varlığının mənasını anlamağa çalışdığınız miqdarca Allah sizə o hikmət qapılarını açar. Və deyilir ki, Allah hikməti istəyənə verər. Kimə hikmət verilibsə, demək ona çox xeyir verilib. Bu həqiqətən dərin bir anlayışdır. Yəni əslində bu Fatihə surəsində bizi nemət verilənlərdən elədiyi Allaha müraciət edəndə hikmət mi istəyirik ondan? Əslində hikmət vermək də bir nemətə məzhar olmaqdır. Nemət almaq deməkdir. Bir lütflə təltif olunmaq deməkdir. Bu baxımdan
Quran-Kərim hikməti bu şəkildə vurğulur. Çox yerdə var. Təbii ki, İslam ənənəsində hikmət kəlam elmi içərisində fərqli şəkillərdə izah olunur. Fəlsəfədə fərqli şəkillərdə, təsəvvüfdə fərqli şəkillərdə. Quran-Kərimin bir çox yerində buyurulur ki, biz sənə Quranla yanaşı hikmət verdik. Və dəfələrlə bu təkrarlanır. Yəni, Quran bilinən bir anlayışdır. Quran var. Hikmət nədir? Hikmətsiz Quran mümkündürmü? Çox maraqlı. Yəni, o az əvvəl bəhs elədiyimiz qatı dindarlıq, mexanik dindarlıq. Allah heç kimdən mexanik dindarlıq istəmir. Yəni, sizin əyilib qalxmağınız, Quran-Kərimin yenə başqa bir ayəsi var. Kəsdiyiniz qurbanların nə ətləri, nə qanları Allaha gedib çatar. Ona gedib çatan sizin niyyətinizdir. Bax, bu mənada hikmət həyatı bu şəkildə yaşamaq, dini bu çərçivədə yaşamaq yəni, deməkdir. dərin transformasiyanı ehtiva edir də, şəxsiyyət transformasiyası. Və sadəcə dindarlıqla əlaqəli deyil, yəni bu da yanlış anlaşılmasın, yəni. Hikmət sadəcə dindarlıq içərisində olan bir məsələ deyil. Əslində, həyat təcrübəsidir bir baxıma. Öyrənilən biliklərin süzgəçdən keçirilərək insanda bir qabiliyyət halına, mələkə formasına gəlməsidir. Belə demək olarmı ki, məsələ, hikmətə yaxınlaşmadan əxlaqlı olmaq mümkün deyil. Çünki, məsələn, Konfutsiyada bir ifadə var idi, o mən onu tez-tez xatırlayıram. Deyir, əgər birisi valideynlərinin xidmətində qüsursuzdursa, imperatora xidmətdə canını fəda etməyə hazırdırsa, mənə desələr də ki, o savadsızdır, mən onu əsəl alim adlandırıram. Yəni, burada hardasa işarə eləyir ki, böyük əxlaqa ancaq böyük hikmətlərdən nə etdiyinin mənasına varmaqdan gəlib çatmaq olar. Bu, götür-qoy etmədən bu şeylərə gəlmirsən. Bəli. Belə bir şey. Nizamidə də var bu şey. Bütün xəmsə boyu o əsaslandırmağa çalışır ki, əxlaq əhli kamal əhlidir və bunu hikmətlə təbii ki, şey eləyir, yəni əsaslandırır. Hardasa bu fikrə gəlirmi ki, elm əxlaq yarada bilmir, hikmət əxlaq yarada bilir? Necə düşünürsünüz? Bəli, əslində bir şeyin əxlaqi olması onu şuurlu şəkildə etməyinizlə əlaqəlidir. Əgər bir əməli şuurlu şəkildə edirsinizsə, bu əxlaq adlandırılır. Şuurlu şəkildə edilməyən bir əməl şuurlu həm də istək. Bəli. İstək də ancaq belə sevdiyim bir şey olar da. Bəli. Gözəl şəkildə qavradığın. Yəni, bir insanın adi məcbur bir şəkildə məcbur qalaraq qaydalara riayət etməsi, qanunlara riayət etməsi əxlaq göstəricisi deyil. Yəni, o qəşəng məcbur sözü yaxşı toxundunuz. O dində məcburiyyət yoxdur. Bəli. Yəni ki, qəlb fəth olunmalıdır o mənalara yerinə yetirməli. Zorla namaz qılan adam məsəl üçün müsəlman olmayacaq ki. Yəni, dində məcburiyyət yoxdur fikri, dinə sizin girdiyiniz andan etibarən. Bu, mənəvi məcburiyyətdən söhbət gedir. İman belə təqlidlə olmaz, yəni. Yəni, siz imana, mən baxdım, filan kəsin imanına uyğun olaraq mən də iman etdim, onu təqlid etdim, bu inancda batildir, qəbul olunmur. Siz özünüz şəxsən inanmalısınız. Qəlbiniz oradan keçməlidir. Və bu mənada edilən əməllərin də hikmətlə uyğunlaşması onun dəyərini artırır. Yəni, bu mənada hikmət əxlaq yarada bilir. Yəni, adi qaydalara riayət etmiş olmaq bizi əxlaqlı etmir. Onu ancaq inanaraq, düşünərək, yaxşı olduğunu bildiyin üçün yerinə yetirdiyin zaman o hikmətə uyğun olur. Bunu belə bir misalla da izah edə bilərik əslində. Məsələn, dində bizim bəzi öhdəliklərimiz var. O öhdəlikləri yerinə yetirdiyimiz zaman bizim bütün vəzifələrimiz tamamlanır. Yəni, kodeks olaraq bizim qarşımıza qoyulan qaydalar var. O qaydaları bir-bir yerinə yetirdiyimiz zaman bizə kifayətdir. Yəni, ildə bir dəfə zəkat vermək bütün bizi maddi mükəlləfiyyətlərdən azad edir. Maddi mənada. İbadətin bir çox çeşidləri var, bilirsiniz. Onlardan biri də pulla edilən ibadətdir. Pulla edilən ibadətləri sadəcə zəkatla məhdudlaşdırsaq, Allah qarşısında bütün öhdəliklərimizi yerinə yetirmiş olarıq. Amma irfan bundan daha artığını tələb edilir. Yəni, sizə verilənin nə qədər çoxunu insanlarla paylaşırsınızsa,
insanlara nə qədər çox əl tutursunuzsa, Ehtiyacınızdan artıq qalın. Bəli, Belə bir söz. ehtiyac sahiblərinə nə qədər çox çata bilirsinizsə, bax hikmət bunu görməkdir əslində. Bunu görüb, yəni sizdən tələb olunanın ortalama bir insanın üstünə çıxmaq deməkdir. Formallıqdan çıxmaq. Formallıqdan çıxmaq deməkdir. Bu mənada belə bir söz var, deyilir ki, hər bir insan bir yarımçıq hekayədir. Yəni bizim qədim ənənədə də bu özünü bu şəkildə tapır. Yarımçıq hekayədir nə deməkdir? O bir yoldadır. O yol gedir. Nəfsi bir istiqamətə doğru gedir. Kamal yolunda irəliləyir. Şuurlu insandan danışırıq əlbəttə. Və bu kamal yolunun gedib çatacağı bir zirvə yoxdur. Yəni gəldim bunu fəth elədim deyə bir anlayış yoxdur. Sən o yolda getməlisən. Yarışmır da heç kimlə. Heç kimlə də yarışmır. Bəli, sadəcə öz yolu var. O yolda hərəkət edilir, gedir. Mən o yola çatdım dediyi anda hər şey puç olur. O yolun bir sonu yoxdur. O baxımdan ilahi sonsuzluğa doğru addımlayır və gedir. Hikmət, bax o yolda olmaq deməkdir. O axtarışın dalınca getmək deməkdir. Yəni, siz ona heç bir zaman mükəmməl mənada çata bilmirsiniz. Bu mənada hikmət sizi o yola aparan, bax o yolda sabit qədəm olmağa sövq edən bir anlayışdır, bir haldır. Buna bəziləri hal da deyiblər. Yəni hikmət bir bilikdirmi? Əvvəldə onu danışdıq. Yəni hikmət informasiyadır. İnformasiyadırmı? Bəzilərinə görə informasiyadır. Bəzilərinə görə bu ilahi bir elmdir. Vəhbi bir elmdir. Hal yaradır. Hal yaradır. İnsan qəlbini Tanrıya, Yaradana açdığı zaman Allah da onun qəlbinə bu halı yönəldir. Belə bir texnologiya varmı ümumiyyətlə üçün? Elmi təfəkkürü ölçü eləmiş bir adam bu halı necə tanısın? Buna doğru necə getsin? Belə bir deyilir ki, hikmət kitablardan öyrənilmir. Yəni kitablardan onu təqlid edə bilərsiniz sadəcə. Təbii, əzbərləyir. Başqa birilərinin hikmətini oradan öyrənə bilərsiniz. Amma özünüz həkim ola bilməzsiniz bu mənada. Hikmətli ola bilməzsiniz. Hikmətli olmaq riyazatla mümkündür deyilir. Nədir bu riyazat? Riyazat xüsusilə irfan ənənəsində geniş yayılmış bir şeydir. Nəfsini müəyyən mərhələlərdən keçirmək üçün öz üzərində çalışmaq deməkdir. Fikrini bir yerə konsantre edə bilməkdir. Diqqətini bir işə yönləndirə bilmək, fokuslaya bilməkdir. Bu iş də hər hansı bir iş deyil. Yəni öz daxili aləmində özünü inkişafa yönəltdiyin cəhdlərdir, səylərdir. Bu mənada siz mütəmadi riyazatda olarsınızsa, Allah sizə o qapıları mərhələ-mərhələ açar. Qəlbiniz o şeyləri görməyə başlayar. Daha dərindən hiss etməyə başlayar. Həyatı da, insanı da, dini də bu mənada daha dərindən hiss etməyə başlayar. Konfutsu demişdi, ən yaxşı tələbənindir, əlaməti odur ki, onun diqqəti yayılmır. Bəli, bəli. Öz işinin peşində demişə illərlə. Bu mənada Xəlil Cübran sizin də çox sevərsiniz, siz də tərcümə etmişsiniz. Onun bir müəllim şeiri var, sizin tərcümənizdə də Azərbaycan dilində mövcuddur. Ondan soruşurlar ki, müəllim kimdir? Orada gözəl bir beyt var. Müəllim deyir, əslində sizə bildiklərini öyrədən deyil, sizi öz ağlınızın kandarına sövq edəndir, gətirəndir. Yəni o sizi qolunuzdan tutub gətirir bir mənzərənin qarşısına, xəzinənin qapısına. Siz keçməlisiniz. Və deyir ki, artıq buradan özün boylan. Oradakı o gözəllikləri özün kəşf etməyə çalış. Hikmət də bir baxıma səni bax o qapıya aparan bir yoldur. Əlbəttə ki, uzaq şərqdə deyirlər ki, ustad deyir, tələbəni gətirir, nə tərsə itəlir, salır hikmət okeanına. Çabalaya qalsın orada. Çünki bizim ənənədə də bu öz əksini tapır ciddi şəkildə. Deyilir ki, yol tək yürünməz. Yəni həqiqət yolu tək başına, çöldə belə səhrada tək başına getməklə olmaz. Sizin bir qəlbinizin də bir həkimə ehtiyacı var. Yəni biri sizin qolunuzdan tutmalıdır, biri sizin qəlbinizə toxunmalıdır. Kənardan bir göz sizi görməlidir. O boşluqlarınızı anlamalı və sizi o istiqamətə sövq etməlidir. Bu da bir ümumiyyətlə güzgüyə baxmadan getmək mümkün deyil. Heç avtomobil sürmək mümkün olmadığı üçün bizə də mütləq həyatda dostlar lazımdır, tərəf müqabilləri lazımdır ki, onların gözündə özümüzə baxa-baxa yolumuzu gedək də. Əks təqdirdə, yəni insan öz qüsurlarını görməkdən acizdir. Ağlımız, zehnimiz
bizi etdiyimiz hər işin haqlı olduğuna inandırır. Bunu doğru edirik. Və yanlış olsa belə bizi məcbur edir ki, yəni yox, əslində sən yanlış etməmisən, doğru etmisən. Nəfs özünü müdafiədən yanadır. Amma yaxşı dost, həkim olan dost insanı o çatışmazlıqlarını görməyə sövq edir. Bir ayəni də xatırlatmaq istəyirəm Müşfiq müəllim. Buyurur ki, dəvətlə bağlı, insanları haqqın yoluna çağırmaqla bağlı Quran-Kərimin bir ayəsi var. İnsanları Rəbbinin yoluna hikmətlə çağır deyir. Təsirli sözdür. Təsirli sözdür. Ürəklərinə təsir onların qəlblərinə təsir edəcək bir sözdür. Məntiqlə, ağılla dəvət et. Kör-köranə təbliğat aparma. Yəni, dəvətin, çağırışın kimə faydalı olacağını gör. Bu mənada hikmətlə dəvət et. Bəzi təsəvvüf təriqətlərində təbliğat deyilən bir şey yoxdur. Onlar təbliğata qarşıdırlar. Daha çox insan gəlsin, bizim təriqətdə olsun. Belə bir şey qətiyyən qadağandır. Siz onu istəməlisiniz, o qapıya getməlisiniz. Həqiqətən talib olmalısınız, o qapı sizə açılmalıdır. Bu mənada insanın özünün cəhdləri ilə, o riyazat dediyimiz şey də biraz odur da, sən özün cəhd göstərəcəksən, sən özün çalışacaqsan, buna talib olacaqsan ki, o hikmət qapıları sənin üzünə açılsın. Ümumiyyətlə, Kövsər müəllim, siz də müəllimsiniz, məktəb sahəsində çalışırsınız. Siz də yəqin razılaşarsınız ki, məsələn, mən bunu yaşayıram. Müasir tələbələrin və ya şagirdlərin həyatında ən böyük əngəl odur ki, içəridən gələn bir motivasiya əksikliyi var. Bunu valideynləri hazırlaşdırır, deyirsən mütləq oxumalısan, bax oxumasan biz biabır olacağıq, sən instituta girməsən biz yaxşı olmayacaq. Uşaq da elə bir ki, onları məmnun eləmək üçün, bunu məmnun eləmək üçün universitetə gəlir və mən baxıb görürəm ki, tələbədə güclü motivasiya yoxdur. Şərqdə həmişə məsələn mürşidlər qapısını döyən tələbəni qovardılar bəzilər. Siz dediyiniz kimi heç təbliğ eləməzdilər ki, İtəliyim, qovum bunu bir dəfə, iki dəfə, üç dəfə gedirdi, qazma qazırdı müəllimin evin qabağında ki, bax getməyəcəm, üstümə yağış yağacaq, getməyəcəm ki, o motivasiyanın doğrudan da güclü bir səviyyəsini hiss eləyəndən sonra sən bu adama elm öyrədə bilərsən. Yoxsa ki, yaxşı oxuyuram bu semestr sənə velosiped alacam, nə bilim, motosiklet alacam, belə şeylə oxumaq olmur yəqin. Çox təəssüf ki, yəni müasir zamana bizi mexaniki insanlar halına gətirib. Yəni biz artıq riyazi bir düsturla yaşayırıq həyatımızı. Yəni rasional ölçülər daxilində. Bunun əlbəttə ki, müsbət tərəfləri var. Yaxşı tərəfləri də var, amma bunun yan etkiləri də var. İnsana insanlığını unutduran şeylərdir. Övladlarımız, gənclər, insanlar, böyüklər də belədir. Bugün bir yarışın içərisindədirlər. Bugün o gürültülü şəhər mühitinin içərisində daimi bir rəqabətdə, başqaları ilə rəqabətdə bir yerlərə gəlmək, bir yerlərə çatmaq üçün övladlarımız da əslində bir baxma bizim arzularımızı gerçəkləşdirməyə çalışırlar və ya biz öz arzularımızı övladlarımız vasitəsilə gerçəkləşdirməyə çalışırıq. Bizdə də var o. Onun özünün daxildə nə istədiyini, bəlkə potensialı çox-çox irəlilərdədir, bizdən çox irəlilərdədir, amma biz öz dar çərçivəmizdə özümüzü necə görmək istəyirdiksə, onu da o şəkildə görməyə məcbur edirik. Bu da istər-istəməz yetişən nəsildə də bir cılızlıq yaradır. Və cılız insan dəyər yarada bilməz. Dəyərləri yaşatmaq qabiliyyətinə belə çox az qadir ola bilər. Yəni, sadəcə əzbərləyərək, təqlid edərək bəlkə dəyər yaşada bilər, amma dəyər yarada bilməz. Dəyər yaratmaq düşünməkdir, təfəkkür etməkdir, hikmətlə baxa bilməkdir. Bunu bacara bilirsinizsə, bir dəyər meydana gətirə bilərsiniz və dəyər sayılarsınız. Kövsər müəllim, istərdim ki, belə bir qısa blok bəzi şeylərin, məsələn, İslamdakı hikmətini formülə edəsiniz. İndi mümkün qədər qısa, amma bacardığınız kimi aydın olsun bizim izləyicilərimizə də. Məsələn, bəzi şeylərin hikmətini anlamaq çətin olur. Məsələn, bax, indi siz zəkat haqqında danışdınız da, zəkatın hikmətini necə açarsınız?
Yəni bütün ibadətlərin əlbəttə, bütün əməllərin, buyurulan əməllərin bir hikmət tərəfi var. İslamda dediyiniz o zəkatdır, namazdır, oruçdur. Bunlar təməl ibadət növləridir. Müşfiq müəllim, ibadətlərin hikməti bizim görə bildiyimiz hikmətlərdir əslində. Əslində ibadətlər o hikmətlərdən dolayı edilmir. Allah əmr etdiyi üçün o ibadətlər yerinə yetirilir. Amma biz onlara hikmət nəzəri ilə baxdığımız zaman oradan sonsuz anlamlar çıxara bilir. Hər anlamını görməliyik, gözəlliyini görməliyik ki, gedək. Gözəlliyini də görməliyik. Kör-köranı eləməliyik biz. Zəkat dediniz. Zəkatın bəlkə də insanın üzərindəki ən böyük təsiri, ən dəyərli olan qazancından bir şeyləri verə bilmə hissini törpüləməkdir. Yəni mal-mülk Quran-Kərimdə də çox ifadə olunur. Dünya həyatının nemətidir, bəzəyidir. Və mülk Allahındır. Eyni zamanda mülk Allahındır. İnsana mülkün Allaha aid olduğunu xatırlatmaqdır bir baxıma. Yəni sən bunları yığmısan, qazanmısan. Allahın sənə verdiyi sağlıqla, səhhətlə, imkanla sən bunları qazanmısan. İndi sən onu paylaşmalısan. Sən ondan öz qazancından pay verməlisən. Bəzən bizdən bir şəkildə bir vəsait çıxdığı zaman istər-istəməz narahat oluruq. Yəni hər kəs öz ziyana düşdüm. Övlad belədir. Övlad məsələn atanın pulunu çox rahat xərcləyir. Heç fikirləşmir ki, bu 3 manat, 5 manat, 10 manat hardan gəldi, necə gəldi. Amma özünün qazandığı 2 manatı o bir ay saxlayar bəlkə də. Tam doğru deyirsiniz. Niyə? Çünki özü qazanıb. Orada böyle nəfsinin bir istəyi var, arzusu var ki, bunu mən əziyyət çəkib qazanmışam. Hətta Köçər müəllim, tələbələrə də hərdən deyirəm ki, kaş ki sizin təhsil haqqınızı ata-ananız yox, özünüz işləyib ödəyəydiniz. Çox dəyərli olardı. Çox yaxşı oxuyardınız siz. Siz təəssüf ki, hələ ata-ananın pulunun əhəmiyyətini anlamırsınız. Əlbəttə. Hələ yetişməmisiniz. Bəli. Bu mənada, yəni bu şuurla yanaşan insan istər-istəməz qeyri-ciddi yanaşır. Bu baxımdan zəkat əslində insanı o anlamda təmizləyən, əsas hikməti insanı təmizləməkdir. Nədən təmizləməkdir? Nəfsinin mala bağlılıqdan təmizləməkdir. Nəfsini dünyaya bağlılıqdan təmizləməkdir. Yəni nəfsi buraxdığın zaman dünyadan dörd əllə yapışar. Bəzən bəzi qövmlər haqqında ayələr var. Deyilir ki, onlar 1000 il yaşamaq istəyərlər. Heç ölməyəcək kimi dünyadan sarılarlar, dünyaya yapışarlar. Amma nəfs belədir. Zəkat bir baxma insanı o işlərdən təmizləyən. Yəni dünyaya çox aid olmaq düzgün deyil. O da pulla bağlıdır. Sədəqə əslində o hikməti nədir? Zəkatın bəlkə də hikməti sədəqədir. Bu mənada ki, yəni zəkat bayaqlarımız əvvəl dedik, zəkat sizin bir dəfəyə verərək qurtulduğunuz mükəlləfiyyətdir. İldə bir dəfə zəkatı verdiyiniz zaman qurtulursunuz. Allah qarşısında bütün mənəvi öhdəliklərinizdən, belə deyək, dini öhdəliklərinizdən, şəhəri öhdəliklərdən qurtulmuş olursunuz. İli yoxdur sədəqənin, vaxtı yoxdur sədəqənin, gecəsi gündüzü yoxdur. Həcmi də yoxdur. Həcmi də yoxdur. İsa Peyğəmbər gəlir Yerusəlimdə olan böyük məbədə olur, orada oturur, sədəqə qutusunun yanında oturur. Və axşam həvarilərdən birisi gəlir, soruşur ki, müəllim, nə gördün bütün günü burada, maraqlı. Deyir, çox adam gəldi, zənginlər gəldilər, kisə-kisə pul atdılar o qutuya. Amma bir qoca arvad gəldi, 2 şekel gətirdi. 2 qəpik deyək ki. Ən çox o verdi. Bəli. Yəni bu doğrudan da hikmətlə ölçülə bilən bir xeyirdir. Xeyir əməldir. Əlbəttə, yəni bu sizin malınızdan nə qədərini verdiyinizlə bağlıdır. Yəni həqiqətən necə verdiyinizdən də bağlıdır. Vaz keçə bilirsinizmi? Yəni Allah üçün nələrdən vaz keçə bilirsiniz? İnsan nə qədər bu həyatda, bu deyirik də, bu şəhərin qələbəliyi içərisində, işıqlar içərisində nə qədər parıltılı bir həyat yaşasa da özünə dönüb baxdığı zaman o mənəviyyatındakı, o daxilindəki boşluğu bir gün hiss eləyəcək. Hiss eləyir. Və hiss elədiyi zaman həqiqətən mürşidə ehtiyacı olur. Onu yönləndirən, müəllimə, bəli, onun bir müəllimə ehtiyacı olur. Onu psixoloqlar bu anlamda niyə bu dövrün ən yaygın məsləklərindən biridir? Ya, doğrudan koçlar yarandı. Koçlar yarandı, psixologlar yəni əvvəllər molla yanına gedirdilər, keşiş yanına gedirdilər. İndi koçlar yanına gedir. 6 ay kurs alan, bəli, 6 ay kurs alan bir mürşid olur.
Mürşid olur. Həqiqətən mürşiddir o. Life Profans, coach bəli, bəli. Mürşid demək. Bu sekulyar həyat içərisində, sekulyar təfəkkür içərisində 6 ay professional kurs keçən adam mürşid olur. hə, deyir məsəl üçün bax belə evlənmək lazımdır, belə Bəli, boşanmaq bəli, lazımdır. bəli. Bax buna dözmək olar, buna dözmək lazım deyil. Bu Təəssüf əməlli ki, başlı hikmət paylamaq. Keçənlərdə bir müsahibəyə rast gəldim. Qərb ölkələrində küçədə soruşublar, psixoloqlara soruşurlar. Yəni elmi bir statistika deyil, sadəcə sosial bir sorğuydu. Psixoloqlara mikrofon uzadırlar. Soruşurlar ki, siz indiyə qədər neçə insan sağaltmısınız? Çox Və maraqlı. psixoloqların cavabı bu arada çox tərəddüdlüdür yəni. İndiyə qədər bir insan sağaltdım deyə bilən Mən bir nəfər çıxmadı. Hesabat oxumuşdum. İsveçrədə psixoanalitik klinikanın. Onlar dəqiq yazmışlar, heç birisini sağaldanmaz. Sağalda bilmir. Amma nə qədər müştəri gəldi, keçdi. Bəli. Bu mənada insanın o daxilindəki o boşluq bir mənəviyyata ehtiyac duyur. Bir uca bir yaradana bağlılığa ehtiyac duyur. Hikmətlə sağaldıla bilər çox qəlblər. Yəni qəlbləri hikmətlə sağalda bilər. Ya da gərək antidepressanta oturasan, belə Ancaq kimyəvi antidepresan. şəkildə sakitləşdirəsən, adam desin ki, hə məni doğrudan güya sağaltdılar. Yox, o məna ilə sağalır, o Ancaq hikmətlə yəni sağalır. qəlbin, ruhun qidası ona görə deyilir, mənadır. Allahı xatırlamaqla mənəviyyatdır. hüzur tapar. Qəlblər ancaq qəlblər. Allahı xatırlamaqla hüzur tapar buyurur. Bəli, Quran-Kərim ayəsidir. Bu mənada bu insan ruhunun bu azlığını, xüsusilə bu əsrdə, yəni yenə deyirəm, mexanikləşmiş bir həyat, bundan qurtuluşun yolu. Qurtuluşun dediyimiz, yəni gəlin şəhər həyatını buraxaq, kəndə köçək, gedək məscidə sığınaq mənasında demirik. Yenə deyirəm, yəni bəzən Amma bunlar bir insani həyat dizayn eləməliyik də, bəli, özümüzə uyğun. İnsanca bir insan insanlığını unutmadan, insanlığının fərqində olaraq bir həyat yaşamalıdır. Bu da ancaq o daxili dünyasını ehmal etmədən, ona səhlənkar yanaşmadan, onu unutmadan. Yerişimizin ləzzətini hiss eləməliyik. Eləmiriksə demək bizi sürüyürlər. Bəli, bəli. Biraz dayanmaq da lazımdır. Doğrudur. Gerçəkdən. Yəni fəsillərin dəyişdiyini çox vaxt hiss eləmirik. Hiss eləmirik. Yəni il gəlib keçir və biz təbiətin dəyişdiyini hiss eləmirik. Yəni küləyi hiss eləmirik. Yağış üzərimizə bir yağış damcısı yağmır. Bir insanın həqiqətən əlindən tanımadığımız bir insanla söhbət edir. Həyatı yaşayırıq, amma dada bilmirik. Dada bilmirik. Dərk edə bilmirik. Bu o mexanikləşmiş həyatdır əslində. Mən bunu bu şəkildə adlandıram. Dindarlıq da bu şəkildə mexanikləşdiyi zaman qatı, quru, eyni çobud, nəticəyə gəlir. qəliz bir hala gəlir. Eyni Allah nəticə. buyurur ki, Peyğəmbərə buyurur, sən əgər qatı qəlbli olsaydın, deyir, onlar sənin ətrafından dağılıb gedərdilər. Düzdür. Yəni sadəcə Peyğəmbər gəldi, onlara təbliğ elədi, Allah var, gəlin deyil. Bir ana qəlbli olmalıdır. Bəli, Peyğəmbərin Peyğəmbərin şəfqəti, mərhəməti, siz qaydalarla, qanunlarla insanlarla ünsiyyət qura bilməzsiniz. Qanun dili ilə, qayda dili ilə ünsiyyət qura bilməzsiniz. Bir mərhəmət dili olmalıdır, bir şəfqət dili olmalıdır. Ona görə deyir, sən əgər qatı qəlbli olsaydın, onlar sənin ətrafından dağılıb gedərdilər. Bu baxımdan onlara o dindarlığın, mənəviyyatın o dadını, ləzzətini ancaq bu yöndən almaq mümkündür. Yəni siz əgər ləzzətini almasanız, namaz sizin üçün ağır bir yükdür. Quran-Kərim buyurur. Yəni bu namazın hikməti. Namazın hikməti. Çox qısa, vaxtımız çox az qalıb. Namazın hikməti yenə deyirəm, burada çox geniş hikmətlərdən anlayıram bəhs oluna ki, bilər. Qulluğun ən uca zirvəsidir. Yəni siz insan olaraq bir varlığın qarşısında əyilirsiniz. Başqa heç bir varlığın qarşısında biz bu qədər təzim etmərik. Kimi ağa sayırsınız özünüzə. Bunu artıq yəni İngilis dilində lord elə ağa deməkdir. Bəli, ibadətin və ya qulluğun ən gözəl simvoludur. Yəni bundan başqa forması yoxdur. Yəni siz birinə təzim etməyin bundan daha diqqət çəkən yolu yoxdur. Forması yoxdur. Yəni siz o uca yaradan qarşısında başınızı yerə qoyduğunuz zaman tam bir təslimiyyətinizi ifadə edirsiniz. Amma bunu anlamaq lazımdır əlbəttə ki. Bu hikməti, bu yönü anlamadığınız zaman sizə ağır gəlmiş Çünki ola bilər. bilirsiniz, doğrudan ağır gəlir. Bəzən adamlar namaza başlayırlar, sonra bir müddət sonra dadını itirirlər. Əlbəttə. Yəqin ki, hikmətlə əlaqəsi qopur. Bəli, o dadı ala bilməmək, o təfəkkürdə ola bilməmək, hər dəfə namaza durduğunuz zaman
ehsan şuuru ilə namaza durun deyilir. Nə deməkdir? Ehsan şuuru Allah sizi görür şuuruyla. Yəni siz Allahı görməzsiniz, amma Allah sizə görər. Bax o şuurla namaza durmaq. Təbii ki, bunların bir çox simvolları var. Həcclə bağlı bir çox... Bax, həcci də soruşacaqdı, bu sonuncu sual gerçəkdən ürəyimdən. Bu mənada simvolizm baxımından mənim ən xoşuma gələn ayin bəlkə də həcc ibadətidir. Çünki bilirsiniz, bax, Yahudilərdə var idi bu. İldə bir dəfə Yerusəlimə gəlirdilər, Davudun tikdiyi məbədi ziyarət edirdilər. Bu Kaylas dağında var, Hindistanda. Məsələn, buddistlər eləyərlər, hinduistlər eləyərlər. Bu əksər dinlərdə ziyarət anlayışı var. Bundan başqa, məsələn, müqəddəs insanların qəbirlərini ziyarət eləyərlər. Bu ziyarətin və bu həccin, Quran da deyir, gəlin, bilin ki, nəyin arxasındasınız. Hikməti nədir? Həccin əslində qiyamətin kiçik bir təsəvvürüdür, canlandırmasıdır. Yəni o ilahi yolculuğun, insan həyatındakı o ilahi yolculuğun teatrallaşdırılmış bir formasıdır əslində. Səhnələşdirilmiş. Yəni insan yaşayır, müəyyən yollardan keçir, gedirik, çıxırıq, uzaq məsafələr qət edirik, Arafata gedirik, dua edirik, Allahın orada qoyduğu qaydalardan uzaq dururuq, yarpağı qopartmaq olmaz, insana ağır söz demək olmaz. İbadətlə keçiririk, insanlara, varlıqlara zərər vermirik, yeri gəlir, şeytana simvolik daşlar atırıq. Simvollar. Və nəticə itibarilə gəlirik, Tanrının qulluğuna çatırıq. Yəni, Kəbədə bu işi tamamlayırıq və bunun bir şükrü olaraq qurban kəsirik. Yəni, ümumi mənada insan həyatının bəlkə də ən yığcam, simvolik təsviridir. Teatrallaşdırılmış bir mənzərəsidir. Bu baxımdan öz içərisində çoxlu simvollar ehtiva edir. Anlamayanlar bunu da anlamır. Şükürlərim. Deyir, nə mənası var? Gedib ora daş atırsınız, şeytan oradadır ki, bəyən daş atırsınız. Yəni, bunu anlamaq bu qədərmi çətindir? Yəni, bunu anlamaq bu qədərmi çətindir? Yəni, bir müsəlman gedib həzdə şeytana daş atırsa, şeytan orada dayandığı üçün daş atmır. Yəni, bu necə düşünürsünüz? Yəni, düşünürsünüz ki, həqiqətənmi belədir? Yəni, Kəbənin ətrafında dönməyi Allahın başına dönmək kimi mi anlayırsınız? Yəni, necə? Hər yerdə. Elə bilirsiniz ki, müsəlmanlar bu şəkildə mi yaşayır? Yəni, bu o simvolizmi anlamamaq və məsələni süfli dərəcəyə çatdırmaqdır. Ki, İbrahim yolunun peşindəyik biz. İbrahimin getdiyi yolun izində olmaq deməkdir. Yəni, insanlar gedirlər orada, İbrahimin durduğu məqamda durub namaz qılmaq istəyirlər. Yəni, bu özünü o yola fəda etmək deməkdir. O yola həsr eləmək deməkdir. Biz də Allah axtarırıq. Biz də Allah axtarırıq. Biz də İbrahim kimi o necə ki, səhrada sabah-sabah oyandı, daha Rəbbini hikmətlə axtardı İbrahim. Hikmətlə axtardı. Rəbbini hikmətlə axtardı. Gözəl. Çıxdı, günəşi gördü. Dedi ki, hər halda bu ən böyükdür, dedi, mənim Rəbbim budur. Ayı gördü sonra. Baxdı ki, batır. Yəni, batanlar Rəbb ola bilməz, dedi. Ayı gördü, eyni şəkildə. Ən sonunda bu hikmət yolçuluğu ilə axtara gətirdi, Yaradanı tapdı və o ünsiyyəti təmin edə bildi. Həcc Həzrət İbrahimin o yolçuluğunun, o ilahi yola sədaqətinin bir simvoludur. O qədər bəzən süfli, kiçik, belə deyək, bəsit tənqidlərlə üzləşirik ki, yəni insanları bəzən ruhdan sala bilir bu şeylər, bəzən bilməyən insanları. Məsələn, sevirlər də, sonra sevgilərinin tarixçəsini qeyd edirlər. Nə vaxt biz görüşmüşük, harada görüşmüşük. Bu da bir eşqin tarixçəsidir də. Bu da bir ümumbəşəri bir eşqin simvoludur. Quran-ı Kərimdə sənə Quranla bərabər hikmət verildi sözündəki hikməti alimlərin böyük əksəriyyəti Quranın izahı şəklində tərif edilir. Yəni, Quran var, amma onu hikmətlə açıqlamaq. Din var, amma onu hikmətlə yaşamaq Allahın bizdən istədiyidir. Bəli, hikmətsiz din yaşanmır və bu yolda gedilə bilmir. Çox təşəkkür edirəm bu gözəl söhbətə görə sizə. Mən təşəkkür edirəm. İzləyicilərimizə isə sağ olun, gələn görüşlərə qədər deyirəm.